Salam, mən Cəbrayılova Vüsalə. Bu günləri bullying mövzusu haqqında danışacağıq. Gəlin baxaq görək, bullying nədir? Bullying bir insanın başqa birinə qarşı təkrar və qəsdən zərər verməsi deməkdir. Bu sadəcə zarafat deyil, qarşı tərəfi incitmək, alçatmaq və ya qorxutmaq məqsədi daşıyır. Bullyingin növləri: fiziki bullying, vurmaq, itələmək, əşyaları qırmaq; verbal bullying, sözlə təhqir etmək, lağ etmək; sosial bullying, qrupdan kənarlaşdırmaq; kiberbullying, sosial şəbəkələrdə mesajlarla incitmək. Bullyingə harda rast gələ bilərik? Bullyingə demək olar ki, insanların olduğu hər yerdə rast gəlmək olar. Əsasən məktəbdə, evdə, internetdə və əlavə digər yerlərdə. Məktəb bullyingi şagirdlər arasında birinin digərinə qarşı davamlı şəkildə təzyiq göstərməsi, incitməsi və ya qrupdan kənarlaşdırmasıdır. Bu zarafat kimi başlayır, amma təkrarlandıqca ciddi problemə çevrilir. Bunun nəticəsi nə olur? Şagird məktəbə getmək istəmir, özünə inam düşür, dərslərdə geriləmə olur, stres və qorxu yaranır. Bəs buna qarşı nə etmək olar? Susmamaq, müəllim və ya məktəb rəhbərliyinə demək, mənə belə davranma deyə sərhəd qoymaq, bullying görən birinə dəstək olmaq, sinifdə hörmət mədəniyyəti yaratmaq. Ailədaxili bullying. Eyni evdə yaşayan insanlar arasında birinin digərinə qarşı davamlı şəkildə təzyiq göstərməsi, alçatması və ya qorxutmasıdır. Unutmayın, bu tərbiyə deyil, zərərli davranışdır. Bəs bu hal niyə baş verir? Bəzən böyüklər stres, əsəb ya da özləri belə böyüdükləri üçün bu davranışı təkrarlayırlar. Amma səbəb nə olursa olsun, bu normal sayılmır. Ailədaxili şiddət necə görünə bilər? Daim qışqırmaq, təhqir etmək, müqayisə edib aşağı salmaq, uşaqların fikirlərini saymamaq, onu utandırmaq, fiziki cəza və ya qorxutmaq, zevki və diqqəti cəza kimi kəsmək, bacı-qardaş arasında davamlı lağ və ya sığışdırma etmək. Belə vəziyyətdə nə etmək olar? Etibarlı bir böyüyə danış. Bu müəllim, məktəb psixoloqu və yaxud da bir qohum ola bilər. Özünü günahlandırma. Məsuliyyət sənə aid deyil. Təhlükəli hiss edərsən, mütləq kömək istə. Dəstək tapmaq çox vacibdir. Belə hallarda tək qalma. Statistika göstərir ki, hal-hazırda dünyada təxminən 3 şagirddən biri məktəbdə bullyingə məruz qalır. Hər 10 şagirddən təxminən 1-2-si isə mütəmadi bullying yaşayır. Yeniyetmələrin təxminən 20-25%-i internetdə bullying görür və ya yaşayır. Sosial şəbəkələrdə bullyingin təsiri daha uzun müddətli ola bilir, çünki iz qalır. Bəs bullyingin qarşısını almaq üçün nə etmək olar? Məktəblərdə qaydalar və nəzarət güclü olmalıdır. Danışmaq və susmamaq lazımdır. Bullying görən şəxs bunu gizlətməməlidir. Sinifdə hörmət mədəniyyəti formalaşdırmaq lazımdır. Şahidlərin rolu çox vacibdir. Kiberbullyingə qarşı müəyyən tədbirlər görülməlidir. Empatiya, özünü başqasının yerinə qoymaq ən vacib nüanslardan biridir. İzlədiyiniz üçün təşəkkürlər. Sonda unutmayaq ki, bullying yerdən çox insan davranışıdır. Harda hörmət azdırsa, orada bullying çoxdur.